UFC Bakı kartında yerli idmançılarımızdan kim iştirak edəcək? 27 iyun UFC ikinci dəfə Bakıda olacaq. Ənənəyə uyğun olaraq kartda yerli idmançıların adı olmalıdır. Ancaq maraqlıdır ki, bu barədə heç bir paylaşım edilməyib. Tofiq Musayev və Nazim Sadıqov zədə səbəbi ilə kartda iştirak edə bilməyəcək. Səbəbini bilməsəm də Rafael Fiziyevdən də bu barədə bir məlumat paylaşılmayıb. Gənc idmançımız Məhəmməd Əli Osmanlı kartda yer alacaq deyə düşünürdüm, ancaq o iyun ayının 15-də start verəcək, UFC seçmələrində iştirak edəcək. Ən güclü ehtimallar Tahir Abdullayev, Əli Quliyev və Asef Çopurov. İdmançılarımızın hər üçü olduqca yüksək təcrübəyə və peşəkar karyeraya sahibdirlər. UFC-dən çağırış gözlədikləri barədə bildirsələr də UFC-dən bir geri dönüş yoxdur. Ümid edirəm ki, UFC idmançılarımız üçün bir rəqib təyin eləyər və Bakı kartında iştirak etmələrinə şərait yaradar. Nəzərə alsaq ki, turnirə təqribən 2 ay qalıb, düşünürəm ki, artıq rəsmi bir şeylər paylaşılmalıdır. Düzdür, idmançılarımız onsuz da hər gün məşqlərini edirlər və formadadırlar. Sadəcə olaraq fikrimcə bu 2 ay ərzində seçilmiş rəqibə uyğun xüsusi hazırlıq prosesindən keçməlidirlər deyə düşünürəm. Yeri gəlmişkən hər birinizi Just Fighting yeni açılmış Telegram kanalına dəvət edirik. UFC və MMA haqqında hər şey kanalımızda müzakirə olun. Kanala keçid etmək üçün aşağıda yerləşdirdiyimiz linkdən istifadə edə bilərsiniz.